Bugün ilahi oxuyurduq və ilahinin belə bir sözləri var idi, hər şeyi Rəbbə verirəm. Düşünürəm, bu ilahi haqqında fikirləşən zaman oxuya-oxuya düşünürdüm, biz nələri verə bilmirik. Bəzən müəyyən nəyisə qiymətli hesab edib, onu özümüzdə saxlamağı düşünürük və fikirləşirik ki, bu bizdə qalsa daha yaxşı olar. Ancaq biz unuduruq ki, ona versək, o daha yaxşı saxlayacaq, qoruyacaq. Və bir də elə bir xüsusiyyətlərimiz, elə bir cəhətlərimiz var ki, biz onlardan imtina edə bilmirik, imtina etmək istəmirik. Bizə çətindir bu xüsusiyyətlərdən imtina etmək. Və bugün də mövzumuz belə bir xüsusiyyətlərdən biri olacaq. Mən bir neçə ayələr oxuyacağım, kəlamın müxtəlif yerindən. Olur ki, istinadları söyləməyəcəm, sadəcə o ayələri oxuyacağım. Və gəlin, birlikdə dəvət edirəm sizi ayaq üstə o ayələri oxumağa. Mən oxuduqca skrində zəhmət olmasa dəyişərsiniz o ayələri. Lovğalıq gələndə şərəfsizlik gətirir. Hikmət itaətkarın geri zəhmət olmasa. Hikmət itaətkarın yanına gəlir. Əcəldən əvvəl təkəbbür gələr, fəlakətdən əvvəl lovğalıq ruhu gəlir. İnsanı təkəbbürü alçaldar, itaətkar şərəfə çatar. Lakin Allah daha çox lütf verir. Bunun üçün də belə deyilir. Allah məğrurlara qarşıdır, itaətkarlara isə lütf göstərir. Çünki dünyada olan hər şey, cismani ehtiraslar, acgözlük və dünya malına görə təkəbbür atadan yox, dünyadan gəlir. Allah kimə olacaqsınız? Yaradılış kitabında yazılmışdır. Amin. Xahiş edirəm, əyləşin. Yəqin ki, başa düşdük, bugün qürur haqqında danışacağıq. Və istərdim sadəcə qısa bir sorğu kimi edim. Əslində sorğu deyil, sual verəcəm və düşünürəm ki, tez bir zamanda keçəcək bunun üzərindən. Burada oturanlarda kim əlini qaldırıb deyə bilər ki, məndə qürur yoxdur, mən qürursuz insanım. Amin. Çox gözəldir. Əgər kimsə əlini qaldırıb desəydi ki, məndə qürur yoxdur, çox təəccüblü gələcəkdir mənə. Nə üçün bu xüsusiyyət haqqında düşünən zaman mən fikirləşirdim ki, nə üçün insanlar qürurlu olur? Gəlin özümüzə bu sualı verək. Nə üçün mən qürurluyam? Mən əminliklə deyə bilərəm ki, mən qürurluyam. Və müxtəlif bir vəziyyətlərə düşdükdə mən görürəm ki, orada mənim qürurum özünü biruzə verməyə başlayır. Və sual vermişikmi özümüzə, ümumiyyətlə, belə bir sual vermişik, nə üçün mən qürurluyam? Ümumiyyətlə, narahat edib bizi, bizim qürurlu olmağımız, yoxsa yox? Əslində, bir imanlı olaraq bizi çox narahat etməli. Çünki müqəddəs kitabda oxuduğumuz ayələrin də içində elə bir kəskin ayə var ki, o bizi narahat etməlidir. Ancaq mən bir şey müşahidə etmişəm. Həm özümdə, həm sizdə, həm digər imanlarda ki, bəzən biz qürurdan zövq belə alırıq. Və qürurlu olmağımızdan zövq belə alırıq. Necə ola bilər belə? Nə üçün insanlar qürurlu olur? Hətta qürurlu ola, misal üçün götürək ki, digər bir nöqsanlarımız var bizim, biz onlardan utanarıq. Misal üçün, elə müqəddəs kitabın ifşa elədiyi elə bir xüsusiyyətlər var ki, biz onlardan utanırıq. Misal üçün, biz özümüzdə tamah gördükdə, biz utanırıq bundan. Və yaxud da ki, paxıllıq gördükdə, əslində utanırıq bundan, gizlədirik bunu.
Nə üçün qürurlu ola bəzən biz bu qürurumuzu hələ üzə də çıxardırıq, hətta zövq də alırıq bu qürurdan. Niyə görə belə olur? Biz başa düşürük ki, dünyada bu normal hisslərdən biri hesab olunur. Biz başa düşürük ki, dünya üçün bu elə də nöqsan hesab olunmur. Azından dünyadan fərqli olaraq biz məsihçilər bunun yaxşı olmadığını eşitmişik. Və bu haqda düşünən zaman mən fikirləşdim ki, səbəb nədir? Qürurun bizdə olması günahlı təbiətdən var. Bunu anladıq. Bəs nə üçün biz onu saxlayırıq? Bəs nə üçün biz bu xüsusiyyətə qarşı heç bir mübarizə aparmırıq və hətta bəzən onu bəsləyirik də, qidalandırırıq da onu, yedizdiririk də ki, böyü, qal, ürəyimizin bir güşəsini, düşüncələrimizin bir güşəsini veririk ki, ona qal, sən lazım olacaqsan mənə. Hansı sahələrdə bizə lazım olur? Mən düşünürəm ki, bəzən biz özümüzü təsdiq etmək üçün, bu özünü təsdiq etmək bir formasıdır. Mən qürurlu olaraq, sinəmi qabağa verərək, başımı dik tutaraq, bəzilərinin qabağında müəyyən bir poz alaraq, mən özümü təsdiq edirəm. Yerişim, duruşum, baxışım, sözlərimi söyləmək tərzimlə mən qürurumu göstərirəm və bununla özümü təsdiq edirəm ki, bu mənim kimliyimdir. Və bu üsulu kim istifadə edir? Biz bu sualı özümüzə versək, bu üsulu kim istifadə edir? Dünya istifadə edir bu üsulu. Dünya, biz ekranlara baxsaq, mədəniyyət xadimlərinə, hər növ xadimlərə, biz görəcəyik, onlar bundan istifadə edir. Və biz məsihçilər nə edir? Biz də onu təqlid edirik, bu üsulu təqlid edirik, həyatımızda tətbiq edirik. Qürurlanaraq əhəmiyyətli olduğumuzu nümayiş etdiririk. Baxın, hər birimizdə var, düşdüyümüz yeni bir mühitə düşən kimi məqamı düşdükdə lazım olan bir sözü deyirik ki, o söz vasitəsilə özümüzün hansı səviyyədə olduğumuzu göstərir, hansı intellektual səviyyədə, hansı maddi səviyyədə, hansı dünya görüşü səviyyəsində olduğumuzu göstərməyə çalışırıq ki, bax bu söz ilə və bunun hamısı qidalandıran vulkan qürurdur. Bununla öz mövqeyimizi göstərir və bununla da mən pərviz özümü təsdiq edirəm. Gücümüzü, təsirimizi göstəririk, intellektimizi göstəririk. Nəticə yaxşı olursa, sonra hətta bu qürurumuzun nümayişindən razı da qalırıq. Bəzən biz qürurumuza görə əziyyət çəkirik. Nə üçün? Qürurumuza görə başımıza nəsə dəydikdə, nəsə bizim nüfuzumuzu aşağı saldıqda biz deyirik, kaş ki etməzdim belə. Ancaq o qürurlu olmaqdan əziyyət çəkmək deyil, onun nəticəsindən əziyyət çəkməkdir. Əslində, nəticədən qorxmaq həqiqi qorxu deyil. Biz qürurlu olmağımızdan ikrah hissi duymalıyıq. Qürurumuzu nümayiş etdirməklə özümüzü təsdiq edirik. Bununla da öz qiymətimizi, öz dəyərimizi hiss edirik. Biz bu yaxınlarda söhbət edirdik və sonra mən keçmiş həyat yoldaşımla yaşadığım 27 ilə baxdıqda mən belə bir şey dedim ki, bizdə küsülülük çox az olub və olanda da hər zaman mənə həyat yoldaşım birinci addım atır. Mən pis mənada qürurlu insanam və mən ilk addım atmıram. Və biz dünən bu haqda onunla danışdıqda və o dedi, mənə görə bu mənim içimdən gələn bir şeydir. Mən məcbur etmirəm ilk addım atmağa. Mən özümü məcbur etmirəm səninlə barışmağa. Və mən həyatımıza baxdıqda bəlkə də bir ya iki dəfə olub ki, biz nəsə bir-birimizdən inciyək və incikli olduğu halda biz növbəti günə keçirək bu incikliyi.
Hər şey elə həmin gün həll olunur bizdə. Və onun həlli ondan irəli gəlir. Və mən sadəcə maraqlandım. Bir neçə gün bundan qabaq soruşduqda, o deyir, o mənim içimdən gəlir. Mən uşaqlıqdan belə olmuşam. Və mən hər kəslə beləyəm. Və sonunda belə bir söz dedi ki, mənə görə bu böyüklükdür. Mənə görə bu yetkinlikdir. Baxın, bu fikir sonra mənə gəldi ki, qürurlu insan yetkin hesab edilə bilməz. Qürurlu insan yetkin hesab edilə bilməz. Sən hansı statusda olursansa, hansı əqli, hansı mental səviyyədə olursansa, əgər sən qürurlusansa, sən yetkin ola bilməzsən. Bir neçə səbəbləri sadalayacağım. Biri ilə biz artıq onu danışdıq ki, özümüzü təsdiq edirik qürur vasitəsilə. İkincisi, digərlərinin gözündə ucalmaq ehtiyacı. Baxın, insan var ki, kimliyindən narazıdır. Misal üçün, üzr istəyirəm, mən sizin aranızda da elə bir vəziyyəti görürəm. Bəzən siz, bəziləriniz elə olur ki, kimliyinizdən narazı olursunuz. Bu doğru bir hal deyil. Əgər kimliyinizdən narazısınızsa, siz də hökmən bu mərhələdən keçəcəksiniz. Yəni ki, digərlərinin gözündə ucalmaq ehtiyacı bu qüruru qidalandırır. Yəni ki, sən olduğundan başından daha yuxarı tullanmağa çalışırsan. Bu doğru bir hal deyil. Biz Tanrının yaradılışı olaraq kimliyimizdən məmnun olmalıyıq və zövqü onun bizim həyatımızda etdiyindən almalıyıq. Mənim səviyyəmdən deyil, onun mənim səviyyəmə qədər enməyindən zövq almalıyıq biz. Gücümüzü, ağlımızı, pulumuzu, yaxud qürurumuzu digər yol ilə nümayiş edirik. Nümayiş etdiririk ki, ətrafdakılar bizim nailiyyətimizi görüb bizə hörmətlə baxsınlar. Demək ki, biz nədən asılı oluruq? İnsanların hörmətindən asılı olduqda biz qüruru qidalandırmış oluruq. Ümid edirəm ki, yadımızda qalır. Biri özümüzü təsdiq etmək, ikincisi digərlərinin gözündə ucalmaq ehtiyacı. Üçüncüsü, bilirsiniz, tarixdə belə bir filminə də baxmışıq, Troyada. Axillesin zəif bir yeri olur. Qardaşlar dedi ki, dabanı idi. Axillesin zəif bir nöqtəsi olur. Tam güclü insan olaraq bir zəif nöqtəsi olur. Kimdə aramızda Axilles nöqtəsi yoxdur? Kimin belə bir nöqtəsi yoxdur? Əslində, bəlkə də bizim elə bir nöqtəmiz yoxdur ki, güclü olsun. Yəni, biz həmin o Axilles nöqtəsini gizləməyə çalışırıq. Biz zəifliyimizi gizləməyə çalışırıq. Bilmirəm, zəifliyimizi yaxşı gizlədiyimizə görə biz çox zaman bir-birimizin zəifliyini də bilmirik. Nə üçün? Çünki biz onu gizləməyə çalışırıq. Və gizləməyin də səbəbi qürurdan irəli gəlir. Biz onun dərininə geçsək, biz görəcəyik ki, bu qürurdan irəli gəlir. Misal üçün, yığışıblar riyaziyyatçılar, sən o riyaziyyatçıların arasında söhbət gedir, hansısa bir düsturlardan danışırlar, hansısa bir teoremin isbatından danışırlar və sən özünü elə bir ki, öz yerində hesab etmirsən və susursan, söhbətin əvvəlindən axırına qədər susursan və gizləməyə çalışırsan ki, bilmirsən. Ancaq elə bir insanlar var ki, müəyyən bir mövzu içində hətta istifadə olan terminlərlə bağlı deyirlər, bu nə deməkdir? Bu gizləmir. Gizləmir. Və qürur adətən bizi həmin o zəifliklərimizi gizləməyə gətirir. Dünyada səhvləri etiraf etmək nə hesab olunur? Zəiflik hesab olunur. Əgər dünyada kimsə öz zəifliklərini etiraf edirsə, bu yaxşı bir şey hesab olunmur. Yəni, mən səhvlərimi etiraf edirəm, bu zəiflikdir dünyanın nəzərində. Dünyada sonra nə zəiflikdir? Həlimlik də zəiflikdir. Əgər özünü həlim göstərirsənsə, zəif kimi baxırlar və nə etməyə başlayırlar səni? Əzirlər. Və sənin qürurun qalxır və nə etməyə başlayırsan? Onunla onun kimi danışmağa başlayırsan. Nə idi bunu sənə getirən? Qürur idi.
Səhvləri etiraf etmək zəiflikdir, həlimlik zəiflikdir, başqasından asılı olmaq zəiflikdir. Dünyanın prinsipidir. Siz təsəvvürünüzə gətirin ki, bu prinsiplər ailə və ailəyə baxış tərzini hətta belə dəyişdi. İndi mən bir neçə tanıdığım ailələrdə misal üçün ər yaxşı pul qazanır, evə yaxşı pul gətirir, ancaq qadın rahatlana bilmir bundan. Qadın rahatlana bilmir bundan və qadın düşünür ki, mən də kifayət qədər pul gətirməliyəm. Ne üçün? Asılı olmaq istəmir, ərindən belə asılı olmaq istəmir. Və biz güclü görünmək üçün bütün dediklərimizin əksini edirik. Gizlədirik, həlim olmuruq və başqasından asıllığımızı gizlədirik. Və baxın, siz yəqin ki, hamınız buna bəli cavabı verəcəksiniz. Çox zaman, çox vəziyyətlərdə bizə elə gəlir ki, qürur bizi nə edir? Qoruyur. Qoruyur. Bəlkə də gündəlik biz bunu tətbiq edirik. Və bizə elə gəlir ki, mən burada təpki göstərirəm, mən burada səsimi ucaldıram, mən burada sərt baxışımla, yəni bu qürurdan qidalanır hamısı və bunu tətbiq etməklə mən nə edirəm? Özümü qoruyuram. Yəni ki, qürur məni bu vəziyyətdə qorudu. Bu da bir səbəb, qürurlu olmağımız. Sonra mən düşündükdə bəzi hallarda bizə elə gəlir ki, qürur bizə üstünlük verir. Üstünlük verir. Digərlərindən müxtəlif sahələrdə, fiziki cəhətdə və yaxud da ki, zahiri gözəlliklə, ağıl ilə, statusla, maddiyyatla üstün olmaq üçün təkan ola bilər. Misal üçün, insan bir rəqabətə girir, müəyyən bir rəqabətə girir. Rəqabətin səbəbi qürur idi və o ona müəyyən bir dividendlər getirir. Misal üçün, başlayır zala getməyə, əzələlərin daha da bərkidir, daha da böyüdür və s. və ilaxırə həyatın müxtəlif sahələrində və üstünlük verir. Zənn etmək olur ki, bu üstünlük verir. Sonra müasir dünyanın təsirindən biz qürurlu ola bilərik. Müasir dünyanın təsirindən qürurlu ola bilərik. Misal üçün, səndə olmayan bir xüsusiyyətə görə sənə müəyyən bir sahədə hücum edirlər və sən əks cavab verdikdə nə olursan? Sənə hücum edənin səviyyəsinə düşmüş olursun. Yəni, müasir dünyanın təsiri. Dünya qürura stimul verir. Baxın, biz hətta filmlərə belə baxdıqda qürurlu qəhrəmanları, misal üçün, kimsə toxunur onların, ya hansısa bir sahədə toxunursa onlara və o qəhrəman cavab verdikdə və hətta 5 qatına cavab verdikdə biz o qəhrəmanı daha da çox sevirik. Normaldırmı bu? İncil prinsipidir bu, Məsihin öyrətdiyi prinsipidir. Yox, ancaq demək ki, bu bizim içimizdə var. Yəni, birinin əvəzinə ikisini qaytaran insanı biz ekranlarda sevirik, biz o qəhrəmanın aşığı oluruq. Yəni, dünya mədəniyyəti həlimlik və itaətə qarşıdır və bu təlqin edilir bizə və bizim də içimizdə bu böyüyür. Bütün bunlar bizim qüruru nə üçün sevdiyimizi göstərir. Ümid edirəm ki, bəzi bəndlər yadımızda qaldı. Bütün bunlar bizim qüruru nə üçün sevdiyimizi göstərir. Qürurun həyatımıza müsbət təsirlərinə də nəzər saldıq. Müsbət təbii ki, dırnaq içərisində mən deyirəm. Müəyyən zamana qədər biz bu faydanı görürük. Yenə də dırnaq içərisində faydanı. Müəyyən zamana dək biz qürurlu olmağın faydasını görürük. Mənə görə, mən düşünürdüm ki, qüruru nə ilə təsvir etmək olar, nə ilə müqayisə etmək olar. Mən qüruru şəkər ilə müqayisə etdim. Onu yeyəndə, onu qəbul edəndə çox şirindir, çox dadlıdır. Lakin biz bilirik ki, bir çox xəstəliklərin səbəbi elə şəkərdir.
Baxın, müəyyən dövrə qədər qürurlu olmaq bizə şirin gələ bilər, bizə dividend verə bilər, bizə fayda verə bilər. Ancaq ailə daxilində, dostluq daxilində, hər hansı bir fəaliyyətinizi götürün, ancaq müəyyən bir həddə gəlib çatdıqda siz görəcəksiniz ki, o qürurla nə qədər qalxmışdınızsa, ondan da güclü şəkildə yerə dəyəcəksiniz. Nə qədər qürurla biz yuxarı qalsaq, o qədər də bərk yerə dəyəcəyik. Qürur şəkər kimidir. Sənin həyatını dağıtmağa başlayana qədər o sənə zövq verəcək. Gəlin, qürurun müqəddəs kitaba əsaslanaraq yaranma səbəbinə baxaq. Bunu hamımız bilirik ki, qürur hardan yarandı, nəyə görə yarandı? Bütün ayələrə nəzər salmayacağıq. Yaradılış kitabında belə bir yer var. Adəm və Həvvaya yaxınlaşır və nə vəd edir onlara? Nə vəd edir onlara? Allah kimi olacaqsınız. Yəni deyir ki, sənin yaşayış səviyyən, sənin statusun qalxacaq, sənin dünya görüşün qalxacaq, sənin gücün qalxacaq. Yəni bunu da qürur vasitəsilə yaxınlaşır. Və deyir, sən o Allaha tabesən, sən Allah kimi olacaqsın. Baxın, qürurun yaranma səbəbi bir pillə yuxarı qalxmaq istəyindir. Allah kimi olacaqsın. İndi gəlin bu ayənin tətbiqini bütün bəşəriyyətə, bəşər tarixinə və özümüzə aid edir. İnsanlar məgər öz Allahı olmaq istəmirlər? İstəmirlər insanlar öz Allahı olsunlar. Məncə, bizim öz həyatımıza da baxsaq, bəzən bizə elə gələ bilər ki, bəzi hallarda biz öz Allahımız olmaq istəyirik və insanların əksəriyyətinə baxanda insanlar öz Allahı olmaq istəyirlər. Əsrdən əsrə insanlar daha çox bu iddiadadırlar. Yəni biz nəsildən nəsilə baxsaq, biz görəcəyik ki, insanlar daha çox bu iddiadadırlar. Öz Allahı olmaq iddiasında. Nə Fironlar, nə Roma imperatorlarının əlləri indiki güc sahibləri qədər uzun olmayıb. Nə Fironlar, nə Roma imperatorların əlləri indiki idarə edənlər qədər uzun olmayıb. Gəldikdə sadə insanlara, orta səviyyəli insanlara, müasir insan da öz Allahı olmaq istəyir. Müasir insan həyatını, yaşadığı yeri, baxın nə qədər emiqrasiyalar var, nə qədər köçlər var, nə qədər insanlar bu yerdən digər yerdə köçürlər. Və müasir dövrdə bu daha çox baş verir. Nə üçün? İnsan yaşadığı yerdən narazıdır. İnsan öz Allahı olmaq istəyir. Bu ölkədən o bir ölkəyə köçmək istəyir. Bununla qurtarır? Yox, bununla qurtarmır. Biz indi bir xırda baxdıqca və görəcəyik ki, insan yaşadığı ölkədən tutmuş, yaşadığı insanları belə tez-tez dəyişir, dostlarını belə tez-tez dəyişir. Və insan o qədər öz Allahına çevrilib ki, insan sifətini dəyişməyə başlayır, bədənini dəyişməyə başlayır. Bədəninin formalarını dəyişir. İnsanlar öz Allahı olmağa çalışırlar və məmnunluq yox dərəcəsinə gəlir, çıxır. Rəbb qürurlara qarşıdır. Biz də heç birimiz əlimizi qaldırmadıq ki, biz qürursuzuq. Rəbb qürurlulara qarşıdır. Demək, belə çıxır ki, Rəbb bizim hər birimizə qarşıdır. Necə başa düşək bunu? Rəbb qürurlara qarşıdır xəbərdarlığı belə xristiyanları qürurdan çəkindirmir. Qürurlu olan bir müqəddəs kitab personajlarının birini xatırlamaq istəyirəm. Çıxış kitabında Firona yaxınlaşıb deyirlər ki, Rəbb belə söyləyib, Rəbb belə söyləyib. Firon da cavab verir. Ona Rəbbin adı ilə müraciət edənlərə Firon belə müraciət edir.
Rəbb kimdir ki? Rəbb kimdir ki mənim yanımda? Rəbb kimdir ki mənim yanımda? Mən Fironam, ordum var, xəzinəm doludur. Taxtacdayam. Rəbb kimdir ki onun səsinə qulaq asıb, İsrail övladlarını buraxım. Rəbbi tanımıram, İsrail övladlarını da buraxmıram. Bugün insanlığın əksəriyyəti belə yaşayır. İnsanlığın əksəriyyəti elə yaşayır ki, Allah yoxdur. İnsanlar deyirlər ki, biz Allaha inanırıq. Ancaq həyatlarına, əməllərinə, düşüncələrinə baxdıqda, onlar bu Fironun cavab verdiyi kimi cavab verirlər. Allah kimdir ki? Allah deyir, oğurluq eləmə. Ancaq insan deyir ki, mən Allaha inanıram və oğurluq edir. Və bununla o sanki deyir ki, Allah kimdir ki? Allah deyir, zina eləmə. İnsan deyir, mən Allaha inanıram, ancaq zina eləyir. Və əməli ilə deyir ki, Allah kimdir ki? Qətl etmə, böhtan atma, yalan şahidlik etmə. Və insanlar bunların hamısını edir və sanki bununla da deyirlər ki, Allah kimdir ki? Biz Fironun dediklərini demirik, ancaq insanlar Fironun etdiklərini edirlər. Və Allah deyir ki, mən qürurlulara qarşıyam. Biz də 5 il, 10 il, 20 il kilsəyə gələrək yenə də qüruru bəsləyirik özümüzdə, qidalandırırıq, sağ ol, çox sağ ol, onu verdin mənə, bunu verdin, bu zirvəyə qaldırdın məni. Məhər belə olduğu halda biz demirik, Allah kimdir ki? Məhər qüruru özündə bəsləməklə, sən də Firon kimi demirsən ki, Allah kimdir ki? Valideynlərimizə qarşı qürurlu, evladlarımıza qarşı qürurlu, ərlər arvadlarına, arvadlar ərlərinə qarşı, kilsədə qardaş qardaşa qarşı, bacı bacıya qarşı. Görüşməyimizdən bəllidir bizim bir-birimizə olan qürurumuz. Münasibətimizdən. Və biz Allaha demirikmi? Sən kimsən? Əslində əməlimizlə deyirik. Biz niyə qulaq asmırıq? Keçən həftə ərzində heç olmasa 30, 40, 50, 60 nəfərik burada. 60 nəfərdən kim dizini atıb yerə deyib ki, ya Rəbb, mənim qürurumu götür məndən. Hansı birimiz əziyyət çəkirik qürurlu olmağımızdan? Biz niyə qulaq asmırıq? Axı o aydın deyir ki, mən qürurlulara qarşıyam. Bəlkə həyatımızda müəyyən bir xeyir-duaları almamağımız, müəyyən bir qapıların üzümüzə bağlı olmasının səbəbi elə bu qürurdur. Matta müjdəsində Məsihin belə bir sözü var. Deyir, kim özünü yüksəldərsə, aşağı tutulacaq. Biz qürurdan bərk-bərk yapışmışıq ki, qürur bizi qaldır yuxarı mərtəbəyə. Hacı Məsih deyir ki, o səni aşağı salacaq. Məsih deyir, kim özünü aşağı tutsa, yəni kim qürurdan imtina etsə, yüksələcək. Qürur hökmən insan həyatını dağıdır. Rəbb bizə bu mesajı verir. Bugünkü qürur, evladım, qürur sənin həyatını hökmən, eşidirsən, hökmən dağıdacaq. Biz çoxsaylı məşhur simaların adını misal kimi çəkə bilərik. Uzağa demirəm gedək, tarixə nəzər salaq. Sadəcə 20-ci əsrə baxsaq, biz o qədər qürurlu rəhbərlər görərik. O qədər onların çəkilişləri var, sözləri var. Həyatları necə bitib onlar? Qürur tarixin ən nəhəng insanlarını çox gülünc, rəzil vəziyyətə salıb. Onlar yüksək mərtəbəli evdə yaşaya-yaşaya həyatlarının sonunu zirzəmilərdə keçirdiblər nədənsə qürurlarının nəticəsində təqib olunduqlarına görə. Qürurdan qurtulmaq üçün biz nə etməliyik? Mən şadam ki, biz hamımız etiraf etdik ki, bizdə qürur var.
Yaxşı, bu qürurdan qurtulmaq üçün ilk addımımız nə olmalıdır? İlk addımımız etirafımız idi. Onu biz etdik ibadətin əvvəlində. Etirafımızdır ki, bəli, bizdə var qürur. İkinci addım qürurun pis olmasını, qürurun bizim həyatımızı hökmən dağıdacağını anlamaqdır. Pis olduğunu anlamaq, ona qarşı dayanmağımızdır. Çünki Rəbb qürura qarşı dayanıb. Əgər Rəbb deyirsə ki, mən qürura qarşıyam, biz Rəbbin tərəfinə keçməliyik. Biz qürurumuza qarşı dayanmalıyıq, çünki Rəbb qürura qarşıdır. Zahirən qürurlu görsənməmək üçün birinci daxilən qürurlu olmamaq lazımdır. Biz zahirdən deyil, biz içərdən başlamalıyıq bu mübarizəni. Və sonra Məsihə baxmalıyıq. Məsihə baxmalıyıq. Biz düşünürük ki, qürur hörmət gətirir. Məsihin həyatına baxdıqda biz görürük ki, onun hörməti, onun aliliyi qürurdan gəlməmişdir. Və mən dünən düşünən zaman ki, yəni qürurdan qurtulmaq üçün elə bir hədd ver, elə bir düstur ver ki, biz onu, bu sadalıqlarım onun içindədir. Ancaq ki, tez o cavab da kəlam vasitəsilə gəldi. Məsihin nümunəsi vasitəsilə gəldi. Çox vaxt biz sadəcə qürurdan qurtulmaq istəyəndə, qürurdan qurtulmağın ən əsas yolu həlimlikdir. Biz Məsihdə qüruru görmürük, nəyə görə? Çünki öndə onun həlimliyi gəlir. Biz həlim olmasaq, biz 1-2 gün qürursuz kimi yaşaya bilərik. Sonra yenə də baş qaldıracaq. Həlimliyimiz bizim önümüzdə getməlidir. Biz həlim deyilik. Biz həlim deyilik. Bizə kim deyib ki, bizim nəzərimizdə həlimliyi alçalmaqdır, həlimliyi əzilməkdir. Bizə kim deyib ki, həlimliyi alçaqlıqdır və həlimliyi alçaldır? Kim deyib sənə, kim deyib mənə? Nə üçün biz həlim olmuruq? Çünki fikirləşirik ki, həlim olsaq bizi əzəcəklər. Bunu kim söyləyib bizə? Məsih söyləyib. Məsih söyləyib. Açaq müqəddəs kitabı oxuyaq. Məsih söyləməyib. Bəs hardan gəldi bu fikir, bu anlayış bizə ki, mən həlim olsam məni tapdalayacaqlar? Müqəddəs kitabda belə bir çağırış var sənə. Sənə belə bir çağırış var. Məsih İsa necə düşündü? Məsih İsa necə düşündü? Sən də elə düşün. Məsih İsa necə düşündü? Sən də elə düşün. Məsih dedi ki, alçalanlar yüksələcək. Məsihin düşüncə tərzi bu idi. Bizim düşüncə tərzimiz odur ki, yüksələnlər yüksələcək. Özünü qürurlu aparanlar yüksələcək. Məsih İsa necə düşündü? Sən də elə düşün. Allah surətində olduğu halda özünü heç etdi. Baxın, Məsihin aliliyi özünü heç etməyində idi. Məsihin aliliyi digərləri ki, at üzərində, qılıncla, toppuzla, nizə ilə, qalxan ilə gəlməkdə deyildi. Məsihin aliliyi özünü alçaltmağında idi. Özünü heç etdi və qul surətinə saldı. Özünü aşağı tutdu və ölümə qədər, çarmıq üzərində ölümə qədər itaət göstərdi. Məsihin ucalıq gətirən itaətini rədd edib, Məsihin ucalıq gətirən itaətini rədd edib, Məsihin ucalıq gətirən itaətini rədd edib, özünü Məsihdən üstün sayacaq qədər alçaqmı olmaq istəyirsən? Matta 11-də Məsih belə söyləyir, məndən öyrənin. Məndən öyrənin. Çox zaman biz bir-birimizə baxırıq, bir-birimizdən öyrənirik. Çox zaman biz sağa-sola baxırıq, biz məsihçilər bir-birimizdən öyrənirik. Ancaq biz Məsihdən öyrənirik. Məsih deyir, məndən öyrən.
Sən mənə baxıb qürurlu ola bilərsən. Mən sənə baxıb qürurlu ola bilərəm. Sən mənə baxıb səhv yola düşə bilərsən. Məsih deyir, məndən öyrən. Və sonra nə deyir? Mən həliməm. Mən həliməm və qəlbən itaətkaram. Qürurdan qurtulmağın yolu, bir yolu da həlim olmaqdır. Mən həlim və qəlbən itaətkaram. Biz nə üçün narahatıq? Əksəriyyətimizin həyatına baxsaq, biz bu qapıdan gələndə bizim narahatçılıq, bizim problemlər, yükümüz təkcə çiynimizdə, ürəyimizdə deyil, bizim simamızdadır. Biz nə üçün narahatıq? Çünki biz həlim və qəlbən itaətkar deyilik. Və canımıza rahatlıq bu vasitə ilə gəlir. Bununla canınıza rahatlıq taparsınız. Mən başa düşürəm ki, kifayət qədər biz yükləndik müqəddəs kitabın verdiyi mesajın altında, ancaq əslində bu bizə hürriyyət gətirmək üçün, bu bizə rahatlıq vermək üçün, bizim rahatlığımız qürurumuzu bəsləməkdə deyil, bizim rahatlığımız həlim və qəlbən itaətkar olmağımızdadır. 1-ci Korinflər 4-cü fəsildə belə bir yer var və o yer bir neçə ay bundan əvvəl mənim içimi altını üstünə çevirdi. Mən çox yaxşı təhsil almışam və bu təhsilimlə çox zaman qürurlanırım. Yaxşı müəllimlərim olub. Və bəzi imanlara baxdıqda onlar müəyyən xüsusiyyətləri ilə öyünürlər. Kimisi zahiri görünüşü ilə, kimisi fiziki gücü ilə, kimisi pulu, parası ilə, kimisi intellekti ilə. Və əslində 1-ci Korinflər 4-cü fəsil 7-ci ayədir. Bizim bütün anlayışımızı altına üstünə çevirir. Orada deyir ki, nəyin var sənin? Nəyin var sənin? Gözəl bir siman var sənin? Var. Nə etmirsən bu simanı əldə etmək üçün? Nə etmirsən bu simanı əldə etmək üçün? Sən nə etmirsən? Bu siman sənə bəxş edilir. Ağlın var, öyünürsən ağlınla. Bu ağlı sənə kim verib? Və orada belə bir müraciət var. Nəyiniz var ki, sizə verilməyib? Biriniz ayağa dursun, desin ki, bax, bu şeyi mən özüm əldə etmişəm. Zahirimi, əzələlərimi, boyumu, buxunumu, ağlımı. Axı, kəlam Allahın kəlamı deyir ki, nəyin varsa hər şeyi mən vermişəm sənə. Bəs nəyə görə öyünürsən? Sənə verildiyi halda nəyə görə öyünürsən? Biz nəyə görə öyünürük? Hər şeyi Allahdan almışıq, həyatımız tam olaraq ondan asılıdır. Qürurdan qurtulmağın digər bir yolu. Mən hər dəfə bura çıxanda, bilməm, siz hiss edirsiniz, yoxsa, əvvəllər 3-4 ilahi oxuyurdum. İndi 2-ci ilahinin sonunda səs tellərimdə nəsə var, oxuya bilmirəm. Və illər ərzində bir nəfər çıxmır, əvəz etmir. Xidmət edin. Kilsənin bu və ya digər sahəsində xidmət edin. Kilsənin ehtiyacları böyüdür, xidmət edin. Rəbb bizi xilas etməyib ki, biz kürsülərdə oturaq, bəslənək, bank hesabımızı çoxaldaq, karyeramızı yüksəldək və s. və ilax. Rəbb bizi çağırıb ki, əvvəl özünə doğru çağırır, sonra göndərmək üçün. Oxuyun kəlamı. Xidmət üçün yığışmışıq bura. Və buradan da xidmətə getməliyik. Xidmət edin. Qürurunuza görə sının. Qürur komfortla da gəlir. Komfortunuzu sındırın və bununla da qürurunuzu sındıracaqsınız. Zəbur 51-də, 17-də belə yazıb, Allaha məqbul olan qurban sınmış ruhdur. Allaha məqbul olan qurban sınmış ruhdur. Sən sınan və peşman olan ürəyə xor baxmazsan. Baxın, Rəbb xor baxmır sınanlara.
Rəbb qürurlulara xor baxır. Sən sınan və peşman olan ürəyə xor baxmazsan, ey Allah. Sonunda sadəcə bir şüar kimi bir ayəni oxumaq istəyirəm. Bu vərzin sonunu heç bir söz deməyəcəm, sadəcə bir ayə oxuyacağım. Qardaşlar və bacılar, Rəbbin önündə özünüzü aşağı tutun. Rəbbin önündə özünüzü aşağı tutun. Rəbbin önündə özünüzü aşağı tutun. O da sizi ucaldacaq. Amin.